Salam. 47-ci suala baxaq. Deməli, biz loqaritmik tənlik verib, biz bunu həll etmək üçün loqaritm a üstündə n, b üstü m düsturundan istifadə edəcəyik. Bu da m bölünsün n loqaritm a-da b. Loqaritm kök altı 2-ni 2 üstü 2-də 1 x yazacaq, plus loqaritm 2 əsasdan x, plus loqaritm 2'nin kvadratı 2 əsas 32 yazacaq. Buradan alacaq 1 bölünsün 2'də 1 loqaritm 2 əsasdan x, plus loqaritm 2 əsasdan x, plus 2 bölü 2 loqaritm 2 əsasdan x bərabərdə 32 və hesablasıq biz buradan 4 loqaritm 2 əsasdan x bərabərdə 32 tənliyi alırıq. Loqaritm 2 əsasdan x bərabərdə 8 alırıq. Burada x-i 2'nin qüvvətində 8, yəni 256 alırıq.